Ben Ümmətov İntiqam, Səlyan rayonu Boraşat kəndində yaşayıram. Cənab Prezident, sizdən artıq xahiş edirəm. Da o cebraba icra başçısına da gedirik. Hara gedirik? Su idarəsi bizi qanunsuzdur. Kəndimizin qanunsuz 600 hektar toprak qanunsuz dambaları var. Bizim əkin sahəsi əkmişəm, 2 hektar pambıq sahəsi əkmişəm. Pambıq ilin vaxtında pambıq susuzluqdan verdilər dambaçılara, şəraiti yaratdılar. Pambıq yanır, göz görə pambıq 35'də 40'da ildə 35 sentrlerine 40 sentrlerine pambıq götürürdük. 2 ildir bizi incidirlər, bizim kanalları qazmırlar, bizim buraya vəziyyət pisdir. Dövləti alladırlar, kənd təsərrüfatını alladırlar. Su idarəsi yanlış məlumat verir ki, bütün kanallar qazılır, bütün kanallar qazılır şu. Halbuki dövlətin pulunu basıb yeyirlər, dövlətin traktorun istədikləri kimi orada, burada işlədirlər. Qanunsuz buraya işlədirlər, pulunu qoyurlar ciblərinə. Bizi bu formada zulmə qalmışıq, qardaşım. Daha bu bizə, bu evlə borc eləmişəm, pambıq əşmişəm. İndi gör bizim günümüzə bax ki, bu pambıq yanır susuzluqdan. Susuzluqdan yanır. Pambıq öz-özündən 3 dəqiqə ilə pambıq açır. Bununla da buraya öyümüz yıxılır. Sizdən artıq da xahiş edirəm, bu dövlət üçün 4 il əziyyət çəkmişəm. Torpaq üçün buraya Murov dağında, Ömər dağında əziyyət çəkmişəm, can qoymuşam, milli qəhrəmanla. Allah qəni rəhmət edəcək Pavlaşimovu. Bu dövlət üçün bu türlü əziyyət çəkmişəm. Halbuki rayonun buraya su idarəsindən bir müdür gəlib. Basır dövlətin pulunu yatırır. Bizim bu kanalları qazmır ki, biz yerimizi sonra balalarımızı saxlayaq, acından ölməyək, dövlətə yük olmayaq. Bu 600 hektarda qanunsuz pay torpaqları var, dambaları var. Hektarın da buraya 700 manatdan tas koyulub, onlara su tapılır. Biz yerimize su tapılmır ki, biz kasıb tutublar, bizi kimi kasıblar. Yerin suarsın, acından ölmesin, dövlete yük olmasın. Kardeş bakın bizim vəziyyətimizə, gör biz ne gündük ki, qalmışıq. Haradasa rüşvətxorun hansısa rüşvətxor deyil, bilmirəm kimdir, kimin adamıdır bilmirəm. Ancaq elə biz gelmişəm icra başçısının qəbuluna ki, xısan xahiş edirəm, bizə traktor verin ki, kanallarımızı qazırıq. Bizə deyir ki, yalandan müdür durur ayağa deyir ki, kanallar qazılıb. İndi sizə kanalda çəkəcəm, göstərəcəm ki, 3 ildir kanal, axırıncı dəfədə ki, Allah tükəni canını sağ eləsin, Sevindirməlimin icra başçımızın. Bizim kanalları o qazdırıb. Ondan beri kanal qazılmır. Dövlətin pulunu basıb yeyirlər, alladırlar. Kənd təsərrüfatını olaraq hamısını buraya alladırlar. Dövləti buraya basıb pulunu yeyirlər. Kardeş, bu adam müdür gələndən bəri, bu adam bizim kanalları qazırmaq ildə 25 ildir kanal qazılır, problemimiz olmur. Amma bu adam gələndən bəri dövlətin buraya yeyin var, ayrılmış o dövlətin sələkasın, pulun ayrılmışını yasıb yiyir ki, daha rəsinə əl olurlar, da bu şərait yaradırlar. Hektar 200